Axşamınız xeyir olsun, hörmətli dinləyicilərimiz. Hər birinizi salamlayırıq. Bəli, qaydaları pozma verilişində biz eşidilməkdəyik. Əminik ki, yaxşısınız, hörmətli dinləyicilərimiz və əlbəttə ki, bugün çox önəmli, vacib mövzulardan birini elə qaydaları pozma verilişində müzakirə edəcəyik və əminəm ki, siz də bu mövzuya öz münasibətinizi bildirəcəksiniz. Bəli, bugün verilişimizdə mən deyərdim ki, çoxlarının həqiqətən maraqlandığı, bəzən isə yanlış hardasa belə deyək, anladığımız mövzu barədə danışacağıq. Yol polisi hansı hallarda sürücünü saxlaya bilər? Bax, bugün bu mövzuda həm hüquqi, əlbəttə ki, tərəfləri biz aydınlaşdıracağıq, həm də real vəziyyətlərdən danışacağıq. Yol polisi sizi saxladıqda, bizi saxladıqda necə davranmaq lazımdır və hansı hallarda bu saxlama qanunidir, hansı hallarda isə bu, deyək ki, düzgün deyil. Bəli, bizim bugünkü mövzumuz belədir. Yol polisi hansı hallarda bizi saxlaya bilər? Qonağımıza gəlincə, hörmətli dinləyicilər, bugün Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev bizim qonağımızdır. Elə təbii ki, bu mövzunu birlikdə biz müzakirə eləyəcəyik. Elvin bəy, xoş gəlmisiniz. Mən əvvəlcədən sizi salamlayım. Xoş gördük sizi. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük. Mən də sükan arxasında əyləşən hər bir sürücümüzü salamlayıram və təşəkkür edirəm ki, belə önəmli bir mövzuya öz belə deyək də radiyonuzda yer ayırdığınız üçün. Təşəkkür edirik. Biz də sizə təşəkkür edirik ki, bugün bizimlə siz buradasınız və belə deyək də müəyyən anlaşılmazlıq yaradılan bəzi məqamlara təbii ki, siz cavab verəcəksiniz, aydınlıq gətirəcəksiniz. Emin bəy, əvvəlcə istərdim ki, bu sualın cavabını sizdən eşidək. Yol polisi sürücünü deməli saxlamadan əvvəl birinci hansı qaydalara əməl etməlidir? Yəni yol polisi sürücünü hansı formada və üsulla saxlamalıdır? Bax, bu necə baş verir? Buyurun. Qeyd edim ki, bu məsələ yol hərəkəti haqqında qanunla tənzimlənir. Eləcə də bildirim ki, sizə burada inspektor dövlət yol polisinin əməkdaşı saxladığı zaman mütləq şəkildə özünü təqdim etməlidir. Eləcə də xidməti vəsiqəsində göstərməlidir və digər bir məsələ isə sürücünün pozmuş olduğu qaydanı mütləq şəkildə bildirməlidir özünə. Bu məsələnin digər tərəfi və bir məsələni də qeyd edeyim ki, ümumiyyətlə inspektor, dövlət yol polisinin əməkdaşı, hansı ki, öz dislokasiya üzrə xidmət apardığı ərazidə nəqliyyat vasitəsi tərəfindən hansısa bir qayda pozuntusunu görürsə, ümumiyyətlə hansı hallarda saxlaya bilər, hansı halda yaxınlaşa bilər sürücüyə, bu yol hərəkəti haqqında qanunun 85-ci maddəsi ilə, yəni yol patrul xidməti haqqında təlimat var, hansı ki, yol patrul xidməti inspektor tərəfindən sürücüyə nəqliyyat vasitəsini dayandırmaq barədə göstəriş vermək üçün əsaslı belə deyək, əsasları var ki, onunla müəyyən edilir. Aha, çox gözəl. Bunların da ki, hansı ki, səbəblər çoxdur. İndi onları da bir açıqlayıb bildirəcəm. Bəli. Keçək elə digər məsələyə, hansı ki, bir-bir bunları istərdik ki, ayrı-ayrılıqda izah eləyəsiniz. Bəli, yol polisi sürücünü hansı hallarda saxlamalıdır və ya da saxlaya bilər? Bəli, qeyd edeyim ki, elə bu bayaqlarda bildirilmiş ki, bu yol hərəkəti haqqında qanunun 85-ci maddəsi ilə tənzimlənir və bildirmək istərdim ki, ilk növbədə hansı ki, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə inspektor tərəfindən aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, eləcə də nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə, hansı ki, dövlət yol polisinin avtomobilində radio cihazlar var. Onlar vasitəsilə digər DP əməkdaşına məlumat daxil olduqda. Yəni, bunu biraz daha geniş açıqlamasını bildirim ki, ərazisində xidmət aparan dövlət yol polisinin əməkdaşı vizual şəkildə görür ki, nəqliyyat vasitəsinin sürücü tərəfindən qayda pozuntusu var və ona görə saxlayır və yaxud da digər dislokasiyada xidmət aparan əməkdaş tərəfindən burada digər tərəfdə xidmət aparan əməkdaşa radio cihaz vasitəsilə məlumat gəlir ki, filan qayda pozuntusu etdiyinə görə yayınıb hadisə yerinə məsələn və yaxud da tabesizliyi göstərib və siz saxlayın, sizin əraziyə yaxınlaşır. Bu məsələnin bir digər tərəfi. Digər məsələ isə nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda. Yəni, nəqliyyat vasitəsini idarə edən sürücü tərəfindən əldə olunmuş məlumat əsasında həmin
sürücünün hər hansı bir cinayətdə iştirakı ola bilər və yaxud da iştirak Bəli. edib və yaxud da yanında əyləşən sərnişin ola bilər ki, bu hansı ki, xüsusi əməliyyat tədbir vasitəsilə həyata keçirilir və məlumat daxil olur. Digər bir məsələ isə analoji nəqliyyat vasitəsinin axtarışda olması. Yəni, bu nəqliyyat vasitəsi Mərkəzi Məlumat Xidməti tərəfindən rənginə görə, markasına görə, xüsusi belə deyək də, əlamətlərinə görə axtarışdadır. Yəni, Aha, nəqliyyat bəli. vasitəsinin üzərindəki rəng sarıdır, amma qeydiyyat şəhadətnaməsində qara kimi qeyd olunub. Və buna Bəli. görə də nəqliyyat vasitəsi axtarışa qoyulub. Belə bir məlumat olduğu zaman da mütləq şəkildə həmin nəqliyyat vasitəsi saxlanılır Dövlət Yol Polisi əməkdaşı tərəfindən. Bir digər məsələ isə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda. Bəli. Yəni, bu da nə deməkdir? Onun da açıqlamasını verim. Əslində, bütün belə deyək də, geniş şəkildə izah eləmək istəyirəm ki, sürücülərimizdə hər hansı bir qaranlıq yer qalmasın. Yəni, nəqliyyat vasitəsinin üzərində, belə deyək də, cərimə var və cərimənin ödənilmir. Cərimə tərtib olunduğu zamandan bəri 2 ay müddət tamam olub. Artıq dəbbə pulu gəlib və nəqliyyat vasitəsinin idarə olunması barədə nəqliyyat vasitəsinə belə deyək də məhrumiyyət qoyulub. Bəli. Qanun da buna icazə verir, bəli. Bəli, bir məna olaraq qanunla tənzimlənir. Və bu da Dövlət Yol Polisinin avtomobil tərəfindən aşkarlanır ki, yanından keçən nəqliyyat vasitəsində ödənilməyən cərimələr var və nəqliyyat vasitəsi həbsə qoyulub və mütləq şəkildə nəqliyyat vasitəsini saxlayır. Bu da digər bir saxlama səbəbi və yaxınlaşdığı zaman da sürücüyə bunu bildirir, izahını verir. Bir digər məsələ isə sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkət iştirakçıları, eləcə də və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti ola bilər. Məsələn, saxlaya bilər, bildirə bilər ki, bizə köməkliyiniz lazımdır, zərurət ola bilər ki, bunu saxlayıb bildirə bilər. Və yaxud da digər məsələ isə, belə deyim də, hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsilə idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda, yəni nəqliyyat vasitəsinin əsaslandırılmamış aşağı sürətlə idarə edilməsi, hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən yolun çiyninə qismən çıxmaq, əsassız tormozlama etmək və ya sürətləndirmə və ya digər hallar. Bu hal digər hərəkət iştirakçılarına təhlükə yaratmasına ehtimal etməyə əsas verdikdə. Bəli. Yəni ki, fikrimi izah edə bildim. Bəli, yəni ki, bu məqamlar hansı ki, qaydaları pozur, sürücü bu halda bəli. Dövlət Yol Polisi əməkdaşı bildirir ki, sizin bu hərəkətləriniz hansı ki, bizdə şübhə doğurub və bu hərəkətlərdə hamısı qanunvericilərə bildirilib. Digər bir məsələ isə nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə. Yəni, biz xidmət aparırıq ərazidə, Dövlət Yol Polisinin avtomobilinə xidmət gedir və baxırıq ki, yanımızdan keçən hər hansı bir nəqliyyat vasitəsi normativ tələblərə uyğun deyil. Məsələn, arxa hissədən görsənir ki, sağ işıqların biri yanmır, sol işıq yanır, solu yanmır, nasazlıq var və yaxud da nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edilib, nəqliyyat vasitəsinin arxası yerdə, qarşı hissəsi isə qabaqdadır, yəni nəqliyyat vasitəsinin normativ tələblərini pozub. Bu, yəni gözlə görünəndir. Vizual şəkildə aşkarlanır ki, sürücü nəqliyyat vasitəsinin normativ tələblərini pozub və saxlayır, mütləq şəkildə qanunvericinin tələblərini izah edir və nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Bu da digər bir məsələ. Yəni, burada, belə deyim də, mən sürücülərimizdə qaranlıq bir yeri qalmasın. Bunlar hamısı yol hərəkəti haqqında qanunun 85-ci maddəsi ilə tənzimlənir ki, hansı ki, qanunvericilik bunu tələb edir və nəqliyyat vasitəsinin, belə deyək də, idarə edir sürücü və yanında digər hansı ki, yol patrul xidmətinin avtomobili keçir və baxır ki, nəqliyyat vasitəsi artıq texniki baxış müddəti bitib. Artıq 5 ay müddət keçib üzərindən nəqliyyat vasitəsinə qədər cərimələr olunub, hansı ki, xüsusi texniki vasitə tərəfindən sürücü texniki baxışdan yayınır. Yayınmasının da səbəbləri var. Nəqliyyat vasitəsinin nasazlıq məsələsi, çoxlu cərimələri var ki, gedib keçə bilmir. Bu kimi hallar, yəni nizam-intizamsız sürücü bir görünüşü var. Ona görə də saxlayıb bunu bildirə bilər. Digər məsələ isə xüsusi tədbir keçirildikdə. Yəni, yaxalama, reyd və digər tədbir hansı ki, belə deyək də, bir əməliyyat axtarış tədbiri həyata keçirilə bilər ki, onunla belə sürücülər saxlanılıb, xüsusi tədbir keçirildikdə yoxlanıla bilər, baxıla bilər. Və digər bir məsələ isə, qeyd edim ki, nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi məlumat sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə. Bəli. Hansı ki, uyğunsuzluqlar ola bilər ki, nəqliyyat vasitəsinin sürücüsü barəsində, nəqliyyat vasitəsinin belə deyək məlumatları barəsində və bu halda da sürücüyə bunlar izah olunur və bildirilir. Amma bir məsələni də vurğulamaq istərdim ki, ümumiyyətlə
Baş Dövlət Yol Polis İdarəsinin Respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postları var, hansı ki dislokasiya üzrə xidmət aparırlar, ərazidəki yol hərəkəti təhlükəsizliyini təmin edirlər. Hansı ki həmin postlarda istər qanun pozuntusu et, istər etmə, nəqliyyat vasitəsi saxlanılıb, müvafiq sənədlər yoxlanıla bilər. Aha. Bunu yəni qanun deyir. Bəzən bildirirlər ki, qayda pozuntusu etmədim, məni posta saxladılar. Bəzən bildirirlər ki, sənədlərimi yoxladılar, bu belə deyil. İstər qayda pozuntusu et, istər etmə, istər ən nümunəvi sürücü ol, saxlanılan müvafiq sənədlər yoxlanıla bilər. Bəli. Məsələn də digər bir tərəfi, yəni sənədləri yoxlamaq üçün adətən fikirləşirlər ki, sürücülər nəyə görə sənədimi yoxlamısınız? Xeyr, bu belə deyil, saxlanıb müvafiq postlarda yoxlanıla bilər. Yoxlanıla bilər. Bəli. Və keçək digər məsələyə, Elvin bəy, sürücü saxlama səbəbini bilmirsə, izah tələb etmək hüququ varmı? Bəli, qeyd edim ki, ümumilikdə Dövlət Yol Polisinin əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin sürücüsü saxlanılırsa, inspektor saxlamaq səbəbini bildirir. Sürücü tərəfinə edilən qayda pozuntusunu səbəbini açıqlayır ki, hansı qaydanı pozub, bunun izahını verir. Bəli. Və belə deyim də, qarşı tərəfdə fikirlərini bildirə bilər ki, qaydanı necə pozub, pozmayıb və razılaşmadığı halda da, məsələn, deyir ki, mən mobil telefondan danışmamışam. Amma inspektor deyir ki, mən sizi gördüm ki, mobil telefonu istifadə edirsiniz. Razılaşmadığı halda da inspektor, belə deyək də, qanunvericiyə uyğun olaraq həmin sürücüyə protokol tərtib eləyir və inspektor da sürücü tərəfindən də sürücü mütləq şəkildə əgər narazı qalırsa, rəsmi müraciət edə bilər, polis mobil tətbiqi vasitəsilə və yaxud da Daxili Nazirliyinin narazılığını bildirə bilər, bəli. Daxili Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə rəsmi müraciətini ünvanlaya bilər və həmin müraciət əsasında yenə də araşdırılır, icrası təyin olunur və həmin məsələyə tam şəkildə hüquqi qiymət verilir. Yəni bu məsələ araşdırılır. Amma bəzi hallarda da biz bunu dəfələrlə də şahid olmuşuq. Bir məsələni də sizə qeyd edeyim ki, hansı ki o sürücü bildirir ki, mobil telefon istifadə eləməmişəm və yaxud da qeyd edir ki, təhlükəsizlik kəməri üzərində olur. Və sonraki araşdırma əsasında, müraciəti əsasında baxmışıq ki, həqiqətən də həmin şəxsin əlində telefon, qulağında tutub danışır və yaxud inspektor yaxınlaşında gəlir təhlükəsizlik kəmərini yerindən taxır ki, göstərsən, yəni təhlükəsizlik kəməriniz olub. Yəni bu hal inspektor sizi saxlayacaq deyə, sizə protokol tərtib eləyəcək deyə olmalı deyil. Olmalı deyil, bəli, çox doğru. Sizin sadəcə olaraq təhlükəsizliyin təmin olunması üçündür. Yolda rahat və sağlam şəkildə, təhlükəsiz şəkildə gedib mənzil başına çatmağın üstündür. Bir dinləyicimiz Araz bəy, deməli bizi salamlayır. Aleyküm salam Araz bəy. Mən kurs keçirdim, müəllim vardı, dərs keçirdi və danışırdı ki, bir dəfə deyir məni maşın sürən vaxtı yol polisi saxladı və dedi ki, sürətli sürürsən, təhlükəli sürürsən. Dedim ki, sürətə görə saxlaya bilməzsən məni. Radar var, sürət ölçən var. Bu doğrudurmu? Bir məsələni qeyd edeyim ki, biz belə suallar bizə bir-iki dəfə gəlib vətəndaşlar tərəfindən eləsin radio vasitəsilə də Dövlət Yol Polisinin əməkdaşı nəqliyyat vasitəsinin sürətini gözü ilə ölçə bilməz. Nəqliyyat vasitəsi tutaq ki, 60-lıq yolda 80 ilə gedirsə, 70 ilə gedirsə və yaxud da 30 ilə gedirsə, onun sürətini müəyyən edə bilməz. O nəqliyyat vasitəsinin sürətini, yəni yalnız xüsusi texniki vasitə radar vasitəsilə. Bəli. O da ölçür və əgər keçirsə, mütləq şəkildə həmin sürücü elektron protokol gedir. Amma inspektor deyirsə ki, sürət həddinə görə saxlamışam, xeyr. İnspektor sürəti özü ölçə bilməz. Bəli. Amma pozmuş olduğu sürücünün başqa qayda pozuntusu varsa və bunu izah eləyə bilirsə və həqiqətən də bu reallıqsa saxlayıb bildirə bilir. Bəli, hörmətli dinləyicilər, siz də suallarınızı yaza bilərsiniz, suallarınızı ünvanlaya bilərsiniz. Xəqan bəy bizi salamlayır, axşamınız xeyir yazıb, sizin də hər vaxtınız xeyir olsun Xəqan bəy. Əgər çəkinəcəyim yoxdursa polisdən, yəni sənədlərin düzdürsə, qaydaları pozmamısansa, niyə polisin bizi saxladığına etiraz eləməliyik? Bax, belə bir fikir. Vətəndaşın, belə deyək də, bizə yazılı SMS-nə görə ikinə belə təşəkkür bildirirəm. Bəli, məsələn, əgər sənədlərin qaydasındadırsa, nəqliyyat vasitəsində problem yoxdursa, nəqliyyat vasitəsini spirtli içkin təsiri altında idarə etmişsənsə, hər hansısa bir belə deyək də, yayındığın bir cinayət işi yoxdursa
və yaxud da narkotik vasitəsinin təsiri altında deyilsənsə, nədən narahatsan? Bəli. Əgər inspektor səni saxlayırsa, sən nümunəvi sürücü olduğunu göstər. Bəli. Bu zaten onsuz da sənin hansı ki inspektorda olan xüsusi cihazla yoxlanılır. Sənin cərimələrə də baxılır, axtarışda olub olmamağı var, nəqliyyat vasitəsinə müvafiq qurum tərəfindən, orqan tərəfindən həbs qoyulubmu, qoyulubmu, idarə olunması ilə bağlı və yaxud da sürücülük vəsiqəsində olan belə deyək də balları da görsənir. Bunlar hamısı görsənir və ona görə də çəkinəcək bir şey yoxdur. Əgər özünüzü nəqliyyat vasitəsi tam qanuni olaraq idarə etdiyinizi bilirsə, çəkinəcək bir şey yoxdur. Amma qanunsuz idarə edən sürücülər var ki, təəssüf ki, bu günlər həmin sürücülər çoxdur və bizim əməkdaşlar tərəfindən də aşkarlanır. Hansı ki, həmin sürücülər narahat sürücülərdir. Çalışırlar ki, dövlət yol polisini görəndə yayınsınlar, həmin yerdən yolunu dəyişsinlər. Belələrinə də rast gəlmişik ki, həmin sürücülərə tövsiyə edirəm ki, sadəcə olaraq sükan arxasında əyləşdikdə, nəqliyyat vasitəsini idarə etdikdə nəzərə alsınlar ki, qaydaları riayət etməlidirlər. Vəzifəsindən, mövqeyindən, kimliyindən tutduğu mövqedən asılı olmayaraq qanunvericilik qarşısında hər kəs bir məna olaraq eynidir. Aha. Digər bir məsələ, deyək ki, yol polisi sürücünü saxlayıb, amma sürücü buna əməl eləmir. Bax, bu halda vəziyyət necə olur? Yəni nəticə nə olur? Yəni bax bu da önəmlidir. Yəni yoluna davam edir də sürücü, əhəmiyyət vermir deyək ki, bəli. Saxlayır. Dövlət yol polisi əməkdaşı sürücünü saxlayır. Sürücü tabesizlik göstərir. Ona verilən saxlama əmrinə tabe olmur. Həmin inspektor belə deyək də qarşıda olan dislokasiya üzrə olan əməkdaşlara məlumat verir, hansı ki, falan nəqliyyat vasitəsi tabesizlik göstərdi. Artıq bu şübhəli sürücüdür. Bəli. Və qaçırsa bir məna olaraq ya bunun sənədlərində problem var və yaxud da sürücülük hüququ olmadan idarə edir və yaxud da nəqliyyat vasitəsinə aid heç bir sənədi yoxdur və yaxud da nəqliyyat vasitəsində ola bilər ki, narkotik vasitə daşıyır, harasa kiməsə çatdırır. Yəni bu hallar çox ola bilər ki, Bəli. narahat sürücüdür, problemli sürücüdür. Həmin sürücü daha sonra saxlanılır, barəsində qanunverici uyğun olaraq tədbir görülür və eləcə də qeyd edeyim ki, ərazi üzrə bölməyə də aparılır, həmin sürücü ilə belə deyək də izahat alınır, profilaktik söhbətlər aparılır. Bəli. Yəni yol polisi sürücünü saxlamaq istəyirsə, sürücü mütləq avtomobili saxlamalıdır. Yəni bu əmrə tabe olmalıdır. Bəli, saxlayırsa, saxla əmri verilirsə, bəli. Saxlanmırsa, əgər dayanmırsa, deməli bu sürücüdə nəqliyyat vasitəsində, sənədlərində özündə hər hansı bir problem var ki, saxlamır və yerindən, bir də saxlama əmri verilən yerdən qaçır. Aha. Deməli, mesaj Xəlil bəy yazıb bizə. Salamlar olsun, yaxşı olun inşallah. Çox sağ olun Xəlil bəy. Yazıb ki, mən taksi fəaliyyəti ilə məşğulam. Məni saxlayıblar və maşının üzərində şahmat qoyduğum üçün cərimə yazıldı. Bu nə qədər doğrudur? Qeyd edim ki, sənədlərim də mənim qaydasındadır. Bax, belə bir fikir. Bir məsələni qeyd edeyim ki, əgər yerində nəqliyyat vasitəsi, həmin sürücünün bildirdiyi nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman hər hansı bir qayda pozursa və az öncə bayaqları bildirdiyim qaydalardan birini pozursa, dövlət yol polisinin əməkdaşı onu saxladığı zaman eləcə də taksi fəaliyyətinə, yəni sərnişin daşıma ilə bağlı fəaliyyətinə aid olan sənədləri yoxlaya bilər. Hansı ki, həmin sənədlər var ki, aidiyyəti qurumlar tərəfindən keçirilib, rəsmi icazə aldıqdan sonra o fəaliyyəti həyata keçirə bilər. Əgər o sənədlərdən hər hansı bir əksidirsə, demək ki, həmin şəxs taksi fəaliyyətinə məşğul ola bilməz. Və bu halda da həmin sürücü barəsində də qanun müvafiq tədbir görülə bilər. Avtomobilə baxış məsələsi, yəni Emin bəy, yol polisi sürücünün avtomobilinə baxış keçirə bilərmi və bunun qanuni qaydası necədir? Avtomobilə baxış o halda keçirilə bilər ki, əməkdaş hansı ki, yol patrul xidmətinin inspektoru nəqliyyat vasitəsini, hansı ki, baxır ki, hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqdur. Yəni, nəqliyyat vasitəsinin əsaslandırılmamış şəkildə aşağı sürətlə idarə edilməsi, yəni yüksək sürətlə yandan keçir, anidən aşağı sürətə indirir və yaxud da hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən yolun çiyninə qismən çıxıb o formada idarə etməsi və yaxud da əsassız tormozlama və ya sürətləndirmə etməsi və ya bu kimi digər hallar olduğu zaman, yəni bu hallar hamısı şübhəli hallardır. Baxırsan ki, əsassız yerə sürət qaldırır, endirir, tormozlama edir və yaxud da qayda pozuntusu edərək yayınıb qaçmağa çalışır ki, bu artıq bir fikir yaradır ki, həmin nəqliyyat vasitəsinə baxış keçirmək ola bilər ki, hansı ki, həmin nəqliyyat vasitəsində yəqin ki, qeyri-qanuni daşınan bir şeylər var ki, həmin sürücü narahatdır və ona görə də bunu biruzə verir.
İndi son ümumiyyətlə illərdə deyək ki, bu sosial şəbəkələrdə video çəkilişləri nümayiş etdirirlər sürücülər. Ümumiyyətlə saxlandıqda deyək ki, yəni sürücü video çəkiliş aparmaq istəsə, bunun hüquqi tərəfləri varmı? Bu doğrudurmu? Yəni özümüz də görürük sosial şəbəkələrdə, yəni video, yəni telefonlarınla, yəni çəkirlər. Bu nə dərəcədə doğrudur, Emin bəy? Mən sizə bir məsələni qeyd edeyim ki, hamısı ki, həmin video çəkiliş edən şəxslər var ki, etmiş olduqları qayda pozuntularına çox zaman razılaşmırlar. Yəni bayaqlar dediyim məsələnin təkrarına gedəcəm, lakin başqa bir formada izah edəcəm. Hansı ki, sürücü qeyd edir ki, mən mobil telefonla danışmamışam. İnspektor deyir ki, mobil telefonla danışmısan və mən bunu vizual aşkarlamayla görmüşəm. Bəli. Və sizin müraciətiniz əsasında sizə görüntü də təqdim edilə bilər. Hansı ki, əgər yazılan protokoldan narazı qaldığınız halda müraciət edirsiniz və araşdırılır icraat tərəfindən. Sürücü artıq başlayır inspektoru mobil telefona qeydiyyat almağa. Əgər qeydiyyat almağa başlayırsa, bu hal artıq sürücü sanki çalışır ki, qarşı tərəfə bildirsin ki, sən mənə qanunsuz yerə protokol yazırsan, mən danışmamışam və bunu telefona çəkməyində səbəb özünün həmin fikirləşir ki, bəlkə də inspektor yazmaz protokolu və sürücünü buraxar, sürücü də gedər. Yəni bu səfərlik belə deyək də ona deyər ki, xəbərdarlıq edirəm. Çalışılır bu yol açsın, amma bu heç düzgün bir belə deyək də hərəkət deyil. Çünki nəzərə almaq lazımdır ki, əgər mobil telefonla danışdığın inspektor tərəfindən görünübsə, səni durduq yerdə saxlayıb inspektor heç vaxt deməz ki, sən mobil telefondan danışırsan. Bunu görüb ki, bunu sənin onun yanından keçəndə telefonu qulağından aşağı salmağın və yaxud da əlindən anidən buraxıb ki, hiss eləməsin, belə şeylər olduğuna görə saxlayıb bildirir və bu sürücü üçün çözüm yolu deyil, mobil çəkiliş eləmək. Bəli. Və digər bir məsələ, tutaq ki, yəni misal üçün, yəni yol polisinin davranışı o qədər də qənaətbəxş deyilsə, uyğun deyilsə, bu halda sürücü hara müraciət edə bilər? Deyək ki, yəni doğrudan da sürücü tərəfindən haqlı bir narazılıq oldu. Yəni bu zaman sürücü nə edə bilər və hara müraciət edə bilər? Əgər sürücü həqiqətən də sürücünün haqlı narazılığı varsa və bildirirsə ki, mən bu qaydanı pozmamışam, mənə əsassız yerə cərimə tərtib olunub inspektor tərəfindən rəsmi müraciət edə bilər. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə e-polis tətbiqi vasitəsilə, daha sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin hansı ki, rəsmi Facebook səhifələri, Instagram səhifələri, WhatsApp qaynar xətt nömrələri var ki, bunlara müraciət etdiyi zaman və bu müraciətlərdə hamısı bizim tərəfimizdən, əməkdaşlar tərəfindən aidiyyəti şöbələrdə araşdırılır və məsələnin belə deyim də tam şəkildə hüquqi qiymət verilir. Bəli, olub ki, aşkarlanıb ki, həqiqətən də sürücü mobil telefon istifadə etməyib və həmin əməkdaş barəsində də qanun tədbiri görülüb, cəzalanıb da. Yəni belə bir hal olduğu zaman da məsələyə tam hüquqi qiymət verilir. Səsli mesaj var. Deməli Emin adlı dinləyicimiz göndərib, dinləyək. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Qonağımı salamlayıram. Deməli bir sualım olacaq. 2 avtomobil var mülkiyyətimdə. Birini özüm idarə edirəm, birini də atama vermişəm, valideynimə. Belə deyək, atama baş etibarnamə ilə vermişəm və daha sonra həmən öz avtomobilimə qarşı, öz sürdüyüm, idarə etdiyim avtomobilə sürməyə etibarnamə vermişəm. Mən cərimə gələndə onun belə deyək, avtomobilinə sürücülük vəsiqəsinə gedir, bal və cərimələr. Bununla bağlı mən bir neçə dəfələrlə rəsmi müraciətimdə olub. Yəni bu məsələyə heç bir nəticəsi olmayıb. Yəni bu problemlə qarşılaşıram hal-hazırda da. Bunun nə edə bilərəm? Bir çıxış yolu deyərdi zəhmət olmasa. Təşəkkür edirəm. Bəli, qeyd edirəm ki, belə hallar, belə bu formada sürücü müraciət etdiyi kimi formada hallar, müraciətlər bizə gəlir. Burada da məsələ etibarnamədə yaranır ki, son etibarnamə kimə verilibsə, cərimələr ona gedir. Sən amma onu idarə etmədiyin halda belə bir hallar olur. Sürücü də bildirir ki, rəsmi müraciət edib. Ona görə də mən sizdən sürücünün adını, soyadını, ata adını, məlumatlarını, telefon əlaqə nömrəsini bildirərsiniz. Mən onu bir daha araşdıraram. Ola bilər ki, hansı bir texniki xətada baş verib və yaxud da özünü dəvət eləyərəm Baş Dövlət Yol Polis İdarəsinə, hansı ki, mərkəzi məlumat xidməti var. Orada bu formada olan belə deyək də hansı ki, xətalar olduğu zaman aradan qaldırılır və biz məsələni araşdırıb sürücüyə mütləq şəkildə məlumat verərik.
Bir mesaj da var. Elə İsmail bəy soruşmaq istəyir ki, dostumun avtomobilində sonuncu etibarnamə məndə olduğu üçün cərimələr və ballar mənim sürücülük vəsiqəmə gəlib və artıq 18 balım var və balları necə sildirə bilirəm, bilərəm mənim özümə aid deyil. Polisdə deyir şikayət bildirmişəm, amma cavab gəlməyib. Bu mənim üçün problem yaradır. Necə eləyə bilərəm? Ceyhun bəy, mən sizə belə bir şey qeyd edeyim ki, ilk növbədə rəsmi müraciət araşdırılır, varmı, yoxmu? Rəsmi müraciətin müddəti var. Hansı ki 15 gün müddəti var ki, o müddət ərzində baxılır, məsələyə baxılır. Bəzi hallarda da bu sürücülər var ki, bəzi sürücülər qeyd edir ki, mən idarə etməmişəm, amma etibarnamə verdiyim üçün cərimələr mənə gəlir, belə deyək, ballar mənə gəlir, cərimələr mənə gəlir. Həmin nəqliyyat vasitəsi xüsusi texniki zaten onsuz da ki, açılır, baxılır, müraciət əsasında ki, həqiqətən sükan arxasında kim olub? Ola bilər ki, bəlkə də yalandan deyir. Və neçə dəfə də bunu şahid olmuşuq ki, yalan məlumat verir. Ki, ballar öz üzərindən çıxması üçün bildirir ki, mən sürməmişəm və etibarnamə verdiyim şəxs sürüb. Amma baxırıq ki, həmin sürücünün sürücülük vəsiqəsindəki şəkil açılır və sükan arxasında olan şəxsin hansı ki, həmin adamdır, dünən ərzində, həmin gündən 2 gün öncə ərzində xüsusi texniki vasitələ bütün şəkillərə baxılır və onun müraciətinə həmin şəkillərdə əlavə olunur ki, baxın, cavab olaraq bu bildirilir ki, olmamış. Amma həqiqətən də dediyi kimidirsə, xüsusi texniki vasitə tərəfindən baxılır, məsələ tam hüquqi qiymət verilir və ballar da həmin idarə edən şəxsin özünə keçirilir. Aha, çox gözəl. Və sonda dinləyicilərimizə hansı tövsiyələri verərdi sürücülərimizə, sırf bu mövzumuzla bağlı ki, ümumiyyətlə yol polisi sürücülərimizi hansı hallarda saxlaya bilər və bir məsləhət kimi də bizim sürücülərimizə son sözünüz, buyurun. Mənim sürücülərə tövsiyəm onların ilk növbədə yol hərəkəti qaydalarına ciddi yanaşmasıdır. Çünki mən Baş Dövlət Yol Polis İdarəsinin belə deyək də əməkdaşı olaraq gündəlik baş verən qəzalarla rastlaşırıq, araşdırırıq, qəzalar nəyə görə baş verir. Bunların statistikasına baxırıq və görürük ki, sürücülər tərəfindən pozulan ilk qayda yolda təyin edilmiş sürət həddinin aşılmasıdır. İlk növbədə bütün sürücülərimə tövsiyə odur ki, sürət həddini aşmasınlar. Qayda pozuntusu belə etsən, amma sürətin aşağı olduğu halda qəzadan belə deyək də qurtulma şansın var. Bu hər şeydən qurtarır sizi. Digər bir məsələ isə, əgər inspektor tərəfindən saxlanırsınızsa, demək ki, nəsə bir şübhəli hal var. Demək ki, inspektor sizin nəqliyyat vasitənizdə, xarici görünüşündə uyğunsuzluqlar, ona müdaxilələr, normativ tələbin pozulması, bu kimi halları görüb ki, saxlayır və ya Mərkəzi Məlumat Xidmətində həmin nəqliyyat vasitəsinin axtarışı ilə bağlı məlumatlar ola bilər ki, saxlayır. Ona görə də sürücülərdən xahişimiz sadəcə olaraq nəqliyyat vasitələrini qanunvericinin tələblərinə uyğun olaraq idarə etsinlər, yol hərəkəti qaydalarına tam şəkildə tabe olsunlar ki, həm inspektor da saxlanmasın onu, həm də rahat və təhlükəli şəkildə mənzil başına gedib çata bilsinlər. Təşəkkür edirik sizə, çox sağ olun. Hörmətli dinləyicilərimiz, bir daha xatırladaq ki, bugün mövzumuz belə idi. Yol polisi sürücüləri hansı hallarda saxlaya bilər? Məsələnin hüquqi tərəflərindən biz danışdıq. Dinləyicilərimizə təşəkkürümüzü bildiririk və Emin bəy sizə də təşəkkür edirik ki, gəldiniz və mövzuyla bağlı maraqlı fikirlər söylədiniz. Bir daha xatırladıram ki, hörmətli dinləyicilər, Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev bugün studiyamızın qonağı idi.